Qəhrəman Orxanımızın döyüş yoldaşlarıdır. Allah hər birinə uzun ömür, can sağlığı versin. Allah Orxanımızın timsalında cümlə Azərbaycan Burada iştirak edən hər kəsə təşəkkür edirəm ki, bizim qəhrəmanımızı ulu bilirlər. Həmişə daim olaraq xatırlanır ki, xatırlanacaqdır. Biz də öz adımızdan, komandanlıq adından, iştirak edə bilməyən döyüş yoldaşlarımız adından bütün ailəyə başsağlığı veririk. Allah səbir versin deyirik. Yəni, burada çox adamlar iştirak eləmək istəyirdi. Yoxsa iş zərurətinə görə gəlib iştirak edə bilmirlər. Bizə qismət oldu gəlib iştirak eləmək. Cabbarov Orxanla döyüş yolumuz olub. Cabbarov Orxan qəhrəmanlıqdan bir üstə bir adı olsaydı ona da layiq oğlanı. Həqiqətən, Cabbarov Orxan Cəbrayılda yaralandı. Yarası sağalmamış təzədən döyüş meydanına qayıtdı. Döyüşətdiyi qəhrəmanlıqları say-say tutarmaz. Bizdə belə bir deyim var, deyib qəhrəmanımızı ucuzlaşdırmayaq ki, məsələn, Cabbarov Orxan filan şeyləri eləyib. Qoy elə qoy hamıya maraqlı qalsın ki, Cabbarov Orxan çox böyük şeylər eləyib. Bu vətən üçün, bu millət üçün. Yenə də bütün ailəyə başsağlığı veririk, Allah səbir versin deyirik. Bir o bilin ki, biz Xüsusən ata ailəsi olaraq, Cabbarov Orxan təkcə bu ailənin şəhidi deyil. Biz o gün biz Xüsusən ata ailəsidir. Bizim ailəmizin şəhididir. Burada hamı yoxlasın, evin bir dərtək oğlu, hamımız birimizə qardaş deyib, kürəyimizi söküb, döyüş meydana girmişik. Cabbarov Orxan da bizim elə qardaşlarımızdan olub. Biz də bir qardaş itirmişik. Biz üçün də çətindir, gəlib burada danışmaq, ailəyə başsağlığı vermək. Allah səbir versin, qaplara inşallah Allahın köməli ilə şadlıqlara gələk. Hər kəsin də zəfər bayramını təbrik edirəm. Qoy millətimizdə, xalqımızda həmişə zəfər olsun, bayram olsun. Bir də belə günlər olmasın inşallah Allah'ın köməli. amin inşallah. Allahi Rabbil Alemin Errahmanirrahim Maliki Yevmiddin İyyâke na'budu ve iyyâke nesta'in İhdina sıratel mustaqim Sıratel lezîne en'amte aleyhim Gayril mağdubi aleyhim veleddâllîn Bismillahirrahmanirrahim Kul huvallahu ehad Allahus samad Lam yalid ve lem yulad ve lem yekun lahu kufuven ehad Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allah şehitlerimize rahmet eylesin. Bu güzel bağlar çok güzel söhbət elədi ki onlar tarix yazdılar. Şehitlerimiz her birisinin öz qəhrəmanlıq sərnaməsi var. Bunlar çok yaxşı dilinə gətirdi ki deyir ki şehitlerin hansı biz bu deməkdən onları məsələn biz daha da məsələn onun çok elə şeyler var ki biz hansı onu demirik, Allah yanında onlar daha da ki bu məqama da uca bir məqama malik olsunlar.